Aha, deməli dünən storyda paylaşdığım sual. Birinci sizdən gələn bir həll var, ona baxaq. Ladies gentlemenlar yoxdur. Deməli belə bir həll gəldi, sintetik həll. Mən trigonometrik həllini verəcəm sonra sizə. Dostumuz nə edib? Burada elə bir ki, üçbucağın, bizə verilən üçbucağın simmetrikini bura indirərək çərpələng alıbdır. Çərpələng aldıqdan sonra diqqət etməli olduğumuz bir məqam burada hündürlük endirəndə 30, 60, 90 üçbucağının alınmasıdır. Bura 2M deyib, bura M deyib. Eynisi burada olduğu üçün bura 2M olmuş olur. Burada bərabər tərəfli üçbucaq alıb, bu işimizə yaramır açığı çox. Buranı K adlandırıbdır. Burada K-ya bərabər olub. Daha sonra nə edib? Buranı 2M qədər uzadıbdır bu hissəni. 2M qədər uzadıb və bunun uzantısı ilə birləşdirib buradan bir kongruentlik alıbdır. Bunu 2M qədər uzadanda burada bərabər tərəfli üçbucaq alırıq. Bərabər tərəfli üçbucağın bu bucağını 50 dərəcə alıbdır. Çünki buranı 40 verib, bura 90 dərəcə, bura 50-dir. Bu bərabər yanlı, bərabər tərəfli deyildim. Bərabər yanlı olduğu üçün burada 50-dir. Artıq bura 50 olandan sonra bura 30 çıxır, bura 30 çıxır və bura 100 alınır. Məncə elə bir anlaşılmayacaq bir şey yoxdur. Keçək bunun trigonometrik həllinə. Trigonometrik həlli bu şəkildə olacaq. Deməli, bu tərəfə bir A deyirəm, burada A olur. Bura bir B deyək. Bu bucaqlar var, sinuslar eləyəcəyik. Bu üç bucağa sinuslar eləyirəm. Deməli, A bölünsün sinus X bərabər olacaq B bölünsün sinus 40. İndi digər bir üçbucağa sinuslar eləyirik. Bu üçbucağa sinuslar eləyəndə B bölünsün sinus 30 bərabərdir. Bu bucağın qiyməti nəyə bərabər olur? Bu bucaqla 30 dərəcə bizə 2 daxili bir xaricidən x-i verdiyi üçün bura x çıxılsın 30 deyirəm ki, x-i versin. Ona görə burada da qalır A bölünsün sinus x çıxılsın 30. Buradan B-nin qiymətini tapırıq. Yox, buradan yox. Buradan B-nin qiymətini tapırıq. Gətiririk, burada yerinə qoyuruq. Cavabımız çıxır. Deməli, B-nin qiymətini tapsaq, sinus 32-də 1-dir. 2B bərabər olur. A bölünsün. 2-də 1-i yerinə qoyuram. Just burada 2-1-i yerinə qoyduq. A bölünsün sinus x çıxılsın 30. Və buradan B bərabər olur. Hər tərəfi 2-yə böləndə A bölünsün sinus x çıxılsın 30-a. Aha, bunu gətirib burada yerinə qoysaq, A bölünsün sinus x bərabər olur. B yox, artıq B-nin yerinə A bölünsün sinus x çıxılsın 30-u qoyuram. X çıxılsın 30. Və sinus 40 var. 2 var burada. Sinus 40 var. Surətlər eynidir. Deməli, məxrəclər də eyni olmalıdır. 2 sinus x çıxılsın 30 bərabərdir sinus 40 bərabərdir sinus x-ə. Baxıram, görürəm ki, burada mənə 2 qat arqument düsturu göz vurur. Deyir ki, mən 2 qat arqument düsturuyam. Deyirəm ki, bura kosinus 40 olsa, bura 2 qat arqument düsturunu verər. Görən cavab çıxarmı? Deməli, sinus 50 kosinus 40-a bərabər olduğu üçün bura 80 qoyuram. Görürəm ki, ora verir sinus 50. Sinus 40 bərabərdir. Bura x-dir. Sinus 80-ə yeni x-in yeni 80 qoydum. Buradan kosinus 40-ı verir ki, kosinus 40 sinus 40 bərabərdir sinus 80 və bu da 2 qat arqument düsturudur. Tənimiz düzgün gəlir.